2025-ci ilin qısa təkrarı. Bu il həyatımın həm ən çətin, həm də ən xeyir-dualı ili oldu. 2024-cü ilin sonu, 2025-ci ilin əvvəli həyatımda böyük dəyişikliklər başladı. İşimdə, biliyimdə və həyatımda demək olar ki, hər şey dəyişdi. Elə dəyişdi ki, ömrüm boyu qorxduğum şeylərlə üzləşdim. Yeni ev, yeni iş, yeni həyat və sən, əziz dostum. Rəbb mənə sənə çatmaq üçün imkanlar verdi. Bugün paylaşdığım məktubları illərdir yazırdım, amma onların insan həyatlarına toxuna biləcəyini heç vaxt təsəvvür etmirdim. Məktublar ilk gündən sevildi və bir çox insanın həyatında dəyişiklik yaratdı. Qrupumuz az sayla başlasa da, bugün artıq 5000-ə yaxın insana çatır. Bu çox böyük bir uğurdur. Yeşua 1:8-də. Bu qanun kitabının sözləri dilindən düşməsin. Onlara dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Bəli, kəlam üzərində düşünmək insana uğur qazandırır. Mənim uğurum isə sənin sevincin də, əziz dostum. Yorulanda, sıxılanda və ümidin tükənəndə bil ki, hər zaman çağıracağın biri var. O sənə kömək etməyi sevir. Çünki o səni çox sevir. Onun adı Rəbdir. Mən də səni sevirəm. Əziz dostum, sənə sevgi dolu bir yeni il arzulayıram. Sənə görə Rəbbimə təşəkkür edirəm. Bəs sənin üçün ötən ilin qısa təkrarı nə olardı? Bizimlə paylaş.